Belə kiçik toylarda səbəbkar həmişə hamı bir bilir. Amma çox vaxt deyirəm ki, burada səbəbkar iki, çünki bir onun kirvəsidir, Rəfail. Kirvə gəl bura, səni də təbrik edirəm. Kirvə verirsən də, bu toyda iki dənə məsuliyyətli iş var. Biri mənim işimdir, biri sənin işimdir. İndi şükür Allah mən işimi belə də çalışdığım qədər istəyirəm, yaxşı keçsin, gələk sən də yaxşı başarılarsan işimi. Bəli gəlsin, Kirvənin hədiyyəsi var elə. Kirvə sən hədiyyəvi təqdim elə, sonra bir kəlməni arzu söylə və Kirvə bəy istəyənlərin hamısını dəvət edərik, buyurur bir yerdə rəqs edərik. Buyur. Farizin də hədiyyəsi var. Mənim yoxum. Mənim yoxum. Hələ hamısı Yapıyorum, ona olacaq. İndi bir dənə Rəfail söz də deyil. Böyük toy edərək, atasının, anasının göz aydınlıq edirəm ki, elə uşaqları, evlat böyüdürlər. Nə bilim, böyük toy edərək, uşaqlar böyük. Sağ ol, Rəfail, eşq olsun sən. İndi yaxşı-yaxşı mahnılar deyək, babamlar, hamımızı dəvət edirik, buyurub rəqs edirik. Kirvə mahnısı deyir. Kirvə, təbii ki, ya Kirvə səni, ya ki Kirvə görəcəm.